Salam əziz Sport Bir izləyiciləri, ötürmənin növbəti buraxılışı yenidən efirdədir. Yenə də mən İlkin Sultanlı, Kəmal Bayramov birgə Azərbaycan futbolunda baş verən maraqlı hadisələri diqqətinizə çatdırmağa çalışacağıq. Kəmal bəy, yenidən xoş gəlmisiniz. Xoş gördük. Ötən həftə ölkə gündəmini zəbt edən bir məsələ oldu. İmişli Qarabağ qarşılaşmasından sonra Qurban Qurbanov mətbuat konfransında sözün əsl mənasında od püskürdü. Bütün açıqlamaları qalmaqala səbəb oldu. Dedi ki, bu sual verildi ki, ot örtüyü ilə bağlı nə deyə bilərsiniz? O da dedi ki, ot var idimi? Ümumiyyətlə kim icazə verib burada oyunun keçirilməsinə? Bir məşqçi kimi əvvəlcə dəyərləndirərdin. Qurban Qurbanov nə qədər haqlıdır? İlkin, belə baxaq da, yəni tək o müsahibəsindən yox, ümumən Qurban müəllimin bu futbolumuza gördüyü işlərdən baxaq. Bu bizə Allah tərəfindən verilən bir nemətdir, Qurban müəllim. Bəli. Yəni bugünkü gündə bu ola bilər kimisə xətrinə deyəcəklər ki, Kəmal bu formada ifadə edir. Mən yəni həmişə sözün açığını, sözün düzünü deyən insanam. Qurban müəllim bizim futbol üçün bir nemətdir. Bax, biz futbolumuzun inkişafı üçün, futbolumuzun gələcəyi üçün 100 dənə yollara əl atırıq. Yəni, ortada bir nəticəmiz yoxdur. Heç bir yola əl atmağa ehtiyac yoxdur, qardaş. Nə buradan Amerikaya getməyə ehtiyacı var, nə bir başqa dövlətdən adam çağırmağa ehtiyacı var. Heç bir kəsə ehtiyac yoxdur. Bizim futbolumuzun inkişaf strategiyasını, inkişaf yollarını nə isə qurmaq istəyiriksə, yəni açıq şəkildə bu bizim yanımızdadır və futbol necə inkişaf eləməlidir, komandalar necə qurulmalıdır, ümumiyyətcə bizim gələcək taleyimiz necə olmalıdır, bu insanı bu barədə yormaq lazımdır. Yəni açıq şəkildə, çünki bizim çox futbol veteranlarımız var. Yəni mən müsahibənin içinə gedirəm. Bugün Qurban müəllim verdiyi bax bu açıqlamalar açıq-aşkar göstərir ki, biz hər gün deyirik ki, inkişaf edirik, biz topumuzun rəngi dəyişdi, kameramızın sayı artdı, nə bilim, komandamızın sayı artdı, amma ortada futbol adına çox az xırdaq işlər görülür. Qardaş, biz bu insanın açıqlamalarından, hər bir şeydən, hər bir danışığından, hər bir müsahibəsindən dərs almalıyıq. Yəni bunu bir şey ki, yəni bizim dövlət başçımız, cənab prezidentimiz bunun gördüyü işləri qiymətləndirir. Bunun gördüyü işlərə dəyər verir. Bu insanın futbol üçün xidmətlərinə çox yüksək səviyyədə dəyər verir. Yəni biz futbol ictimaiyyəti olaraq, biz insanlar olaraq, azarkeş olaraq, futbol adamları olaraq, məşqçilər olaraq biz necə bundan istifadə etməliyik? Bir ölkənin başçısı bunun gördüyü xidmətlərə yüksək dəyərlər verir, qiymət verir, qardaş. Amma biz bundan faydalanmırıq. Biz haçan faydalanacağıq bundan? Gözləyəcək bu insanın Allah xeyirli, bərəkətli ömrü versin, gözləyəcək bu insanın 80-100 yaş olsun, ondan sonra biz bundan faydalanacağıq. Bu bizim yanımızdadır. Biz bundan maksimum dərəcədə faydalanmalıyıq və maksimum dərəcədə yoraq bu insanı, necə yoraq da, yaxşı mənada yoraq ki, bizim futbolumuz necə inkişaf eləsin. Və bu yöndür. Və haqlı olaraq deyir, biz hansı dönəmə gəlmişik ki, mən futbola təzə başladığım dönəmdə belə stadionlarda futbol oynuyorduk. Bugün insan haqlı olaraq gətirdiyi futbolçuların keyfiyyəti, maliyyə durumu, o birisi bunlara pullar xərclənir. Amma orada hansı bir hadisə baş versə, təsəvvür elə bir Zubiri sənin zədələndi, sən Zubirə 1 il, 2 il məsəl üçün tutaq ki, müqaviləsi var, sən ona 2-3 milyon əlavə pul ödəməlisən, has ki orada evdə otur-otura. Düzgün də vurğulayır. Bizim stadionlarımızın olması üçün, bizim futbolumuzun inkişaf eləmək üçün birinci elə stadionlarımız olmalıdır. Has ki biz o stadionlarda futbol oynuruq, o bugün bərbad vəziyyətdədir. Mən biraz haşiyə çıxıb biraz çox danışıram, amma qeyd eləməliyəm burada. Digər veteranlarımız da, has ki məşqçi işləyənlər də var, işləməyənlər də var. Bugün bizim bir çox tanıdığımız has ki futbolda çalışan insanlarımız var. Bu sözləri, bu stadionları, digər problemləri dilə gətirməməkdə bir səbəbləri var. Bir səbəbləri oldu ki, həmən bu sözləri dilə gətirəcək, mənə iş verməyəcəklər.
Ha. Bəs bu gün biz iş üçün iş verməyəcəklər və yaxud məni kənarlaşdıracaqlar. Bunlar üçün biz gələcək taleyimizi, gələcək evladlarımızı o hansı ki futbolçular yetişəcək, onların da taleyini öz işimizin xətrinə, belə üzr istəyirəm, yəni bu şəkildə öz qarnımızın xətrinə biz bunları hamısının üstünə xətt çəkəcəksə, biz necə yaşayacaq bu həyatda? Gələn nəsil də, necə ki mən indi məndən qabaqda olan bəzi insanlar var, hansı ki köhnə veteranlar var, bu günə qədər susublar, futbolun içində bilə-bilə, futbolun inkişafını bilə-bilə, onu dilə gətirməyə cəsarətləri çatmayıb və bir dönəmdən sonra da bizim üçün həmən fikirlər səslənəcək. Və biz də necə biz səsləndirdik o fikirləri, onlar da bizim üçün səsləndirəcəklər. Bu insana, fikirlərinə mən hamısına hörmətlə yanaşıram. Fikirləri mənim üçün də bir dərsdir və bu bir çox futbol ictimaiyyət üçün, hamı üçün dərs olmalıdır və onun hər bir sözündə, hər bir kəlamında yəni bir böyük bir məktəbdir və ondan dərs çıxartmaq lazımdır inkişafımız üçün. Mən elə dərhal fikirlər səsləndirəndən sonra Qurban Qurbanova sual verdim ki, siz AFFA İcra Komitəsinin üzvüsünüz. Orada bu fikirləri səsləndirəcəksinizmi, bildirəcəksinizmi, belə bir təkliflərlə irəli çıxacaqsınızmı? O dedi ki, bildirmişik, amma yəni bu klublara möhlət də verilib və infrastrukturu və strukturu düzəltməkdən ötürü. Amma möhlətlə bağlı AFFA İcra Komitəsinin AFFA rəsmi saytında bir məlumat gedib, stadionla bağlı möhlət verilməyib. Həmin klublara Karvan Yevlax və İmişli klubuna Premier Liqaya gəldiklərinə görə Qəbələ bura aidiyyəti yoxdur. Karvan Yevlax və İmişliyə strukturunu düzəltməyə və aşağı yaş qrupu komandaların düzəltməsi üçün 1 illik möhlət verilib. İnfrastrukturla bağlı möhlətdə hər hansısa bir məlumat yoxdur. Belə olan məqamda bu İmişli stadionuna problemlər var, alınmırdı da. Yəni dəfələrlə bunu müzakirə etmişik. Klub rəhbərliyi qalıb ortalıqda, bilmir ki, İmişli stadionun bərpa eləsin, bilmir ki, icarə müqaviləsi ödəsin. Belə olan məqamda yeni gələn bir klub İmişlidə oynaya bilmirsə, görür ki, Araz Naxçıvan Bakıda oynayır və Bakıda oynamaq üçün müraciət olunur. AFFA-dan ona deyilir ki, yox, Bakıda sən bölgəni təmsil etsin deyib, Bakıya gələ bilmərsən. Əks arqument bildirir ki, necə olur Araz Naxçıvan Bakıda oynayır. Yəni, Naxçıvan bizimdir, nə olsun, səfər problemləri var. Xüsusi bir nələrsə eləmək olardı. Sizin dövrünüzdə Naxçıvana təyyarə ilə gəlib gəlinirdi. Mən oynadığım dövrdə bütün komandalar gəlirdi, təyyarə ilə də. Bəli, təyyarə ilə də komandalar təyyarə ilə gedirdi. Bu məsələni artıq AFFA həll etməlidir, öz boyuna götürməli idi, Azal'la müqavilə bağlamaq olardı. Bundan bağlı komandalara xüsusi şərait yaradılsın. Necə ki, Azərbaycan Dəmir Yolları ilə müqavilə bağlanılıb, bəzi klublar adda açıqlaya bilərik, olsun Zirəsi, olsun Sabahı, olsun Turantovuzu öz büdcələrindən pul xərcləyib əlavə. Avtobusla getmirlər, oyuncular yorulmasın deyə. Qatarla gedib gəlirlər, dəmir yollarına müqavilə bağlayıblar. Özlərinə xüsusi bir qatar ayırıblar, charter reysi kimi də. Yəni qatarla gedib gəlirlər. Belə bir şey eləmək olardı. Azal'la bir müqavilə bağlamaq olardı ki, hər həftə bir təyyarəni filan qədər klublara büdcə ayırırıq biz 2.5 milyon manat. O büdcədən çıxırıq məsəl üçün 50 minin, 100 minin misal üçün də, yəni Azal'a gedir o pul. Bir dənə təyyarə ayrılır ki, Naxçıvanla oyunlarda həmin komanda getsin Naxçıvana rahat, qayıtsın geri rahat. Bunu eləyə bilərdilər. Böyük problem deyil bu. Məncə böyük bir problem deyildi. Azal rəhbərliyi də buna, hansı ki Qarabağın özünün xüsusi bir təyyarəsi var, ancaq charter reysi ilə gedir, Qəbələyə də gedə bilir. Lazım olanda Gəncəyə gedirlər təyyarə ilə və oradan da Tovuza və yaxud da ki Kəpəzə olsun, Gəncəyə olsun, Yevlağa səfərləri normal şəkildə bərpa edirlər. Bəli, gedirlər. Bu problemi həll edə bilərdilər belə. Araz Naxçıvan oynaya bilərdi səfərdə. İndi İmişli rəhbərliyi deyir ki, Araz Naxçıvan Bakıda oynayır. Turan Tovuz stadionu pis vəziyyətdə görür, Bakıda oynaya bilir. Biz də özümüz tapmışıq. Şamaxıda oynamadıq. Şamaxıda həmin dövrdə 3 komanda oynayırdı. O dördüyü lap pis vəziyyətdə düşürdü, süni idi. Biz Təbrizdə oynamaq istəyirdik. Təbrizdə də Quba Olimpiya kompleksi ölkə başçısının iştirakına açılıb. Möhtəşəm də bir kompleksdir. Kompleksin özü.
O törtüyün durumu yoxlanılan vaxtı yaxşı idi. PFL yoxlayıb təbii ki, PFL təftiş edib. Sonradan yağan yağış, qar, nə bilim, çovğun bu o törtüyün bu vəziyyətə saldı. Və həftədə 2 dəfə oyun oynanır ha, orada bilirsiniz də. İndi fasilədir Quba da. Yəni Qubanın öz klubu var. Oynayır 2-ci liqada. Həftə ərzində demək olar ki, ay ərzində 6-ya yaxın oyun oynanır. O mümkün deyil o stadion satdırsın onu. Bəli. Və müqavilə imzalanıb Gənclər və İdman Nazirliyi ilə, onun ödənişi olunur. Orada bəzi düzəlişləri, belə deyək də, tualetləri, paltar dəyişmə otağı filan Premyer Liqa səviyyəsinə media sektoru, çəkiliş meydançası, İmişlinin öz büdcəsi hesabına düzəlib. Başa düşürsünüz? Yəni pul xərcləmişəm. Necə olur ki, Sabah gəlir burada oynayır, Neftçi gəlir burada oynayır, Neftçi oynamayıb. Həmin dövrdə Şamaxıda oynadılar. Zirə gəlib oynayıb. Təbii ki, hamısı etiraz edib, təbii ki, oynayıb. Amma Zirə gəldi, orada heç qaldı, getdi. Sabah 3 dənə vurdu, getdi. İndi də belədir. Yağışdan sonra, qardan sonra bu vəziyyətə düşüb. Biz də burada ev oyunlarımızı oynayırıq və özümüzə daha çox pis təsir edir. Yəni İmişlinin mövqeyi belədir ki, özü daha çox. Komanda orada qələbə qazanmayıb. Yəni buna mən burada klubu birbaşa günahlandırmıram. Burada AFFA İcra Komitəsini günahlandırıram. Hansı ki, həmin İcra Komitəsinin üzvlərindən biri Qurban Qurbanovdur. Hansı ki, 6-cı yoxsa 7-ci iclasında iştirak eləmir. İndi onun özünün müəyyən səbəbləri olur. Bilmirəm, AFFA Qurban Qurbanovun vacib işləri olduğu məqamda mı İcra Komitəsinin vaxtlarını təyin edirlər, konferansın vaxtlarını təyin edirlər. Bir dəfə komanda xaricdə idi, hansı oyundaydı, səhv eləmirəmsə, Atletik Bilbao oyundaydı, İspaniyadaydı, onda keçirildi iclas. Bunu bilmirsən ki, Atletik Bilbao oyun var, səfər oyunu var, sən bu vaxtda niyə çağırsan İcra Komitəsinin iclasını? O İcra Komitəsinin iclasında sırf futbola adamı olan 2 nəfər var. Onlardan biri Qurban Qurbanovdur. Yəni futbol oynamış 2 nəfər var. Biri Qurban Qurbanovdur. Bu orada iştirak eləmirsə, onda o İcra Komitəsinin iclasları nəyə lazımdır? Başa düşürsən, biz indi hər şeyi atırıq, məsəl üçün də kütlə, ictimaiyyət klubun üstünə atır. Hamı atır ki, İmişli bunu eləməlidir, bunu eləməlidir, bunu eləməlidir. Əgər İmişli klubunun rəhbərliyinin o qədər kifayət qədər büdcəsi olsaydı, elə İmişlidə komanda saxlamazdı da, rahat şəkildə Bakıda bir dənə komandaya gəlib, Zirəyə sponsorluq edərdi də, rahat şəkildə, daha çox büdcəsi olsaydı. Və biz komandanı bölgədən köçürməyiblər, Sumqayıta təklif ediblər. Sumqayıtda oynayaq deyiblər, ona da icazə verilməyib. Kapital Bank Arenada oynayaq. Yox, burada icazə... Asko Arenada oynamalıyıq, oynaya bilərik deyiblər. Boş qalıb da, yəni orada sünidir. Ona da icazə verilməyib, amma Şamaxıya icazə verildi. Belə baxanda bayılma. Yəni mütləq şəkildə bölgəyə çıxmalıdır da. Bəli, bölgədə olmalıdır deyə bir şey olur. Zaten onun İmişlinin Qubada oynamağının ona heç bir faydası da yox. Bəli, Qubalı yəni bilir ki, bu bunun komandasıdır. Bütün Qarabağ oyununda 3500-4000-ə yaxın azarkeş var idi. Hamısı Qarabağ hələ azarkeşdi. stadion o qədər azarkeş görməmişdi. O qədər görməmişdi. O boyda insan yığılmışdı, bir dövlət tədbiri var idi. Mən də oradaydım. Yəni tribuna idman günü idi. Səhv eləmirəmsə 2024-cü ildə idi. İdman günü ilə bağlı Gənclər və İdman Nazirliyi orada tədbir keçirdi. Oradan çox az adam gəlmişdi. Təbii ki, bütün tribunalar dolmuşdu. Təbii ki, orada futbolçular da var idi, idmançılar da, məşhur idmançılar da var idi. Yəni Quba cəmaəti idmanı sevir, gəlirlər. Amma İmişli sevmirlər təbii ki. Bu birbaşa ad olaraq bu rayonla əlaqəsi olmayan bir komandadır. Bəli. Mən Qurban Qurbanovun çıxışında haqlı məqamları görürəm. Amma haqsız məqamları da görürəm. Əgər bu çıxış çempionat başlayanda deyilsəydi, mən tam Qurban Qurbanova haqlı sayardım. Ki, orada oynamaq olmaz. Amma gəlib özü çətin vəziyyətdə olanda danışmağı, artıq mən belə deyim də, indi burada bir fikir də formalaşa bilər ki, özü görməmiş necə danışsın? Bəlkə başqaları yalan danışırdılar. Yəni ola bilər ki, amma o başqalar içərisində o törtüyündən şikayətçi olan Valdas Dambraskas da var idi, Rəşad Sadıqov da var idi. Yəni oradan şikayətçi olmayan heç bir baş məşqçi yoxdur. Amma Qarabağın özünün öz oyunu vaxtında əziyyət çəkdiyi bir məqamda, qrafiki çətin olduğu bir məqamda Qurban Qurbanovun bu fikirləri səsləndirməsi bir balaca adamda şübhə oyadır ki, yəni əvvəllər axı başqaları deyirdilər.
Yox, bax o sən o qeyd edirsən orada, o özü görməmişdi. Bütün məşqçilər zaten oyundan sonra fikir bildirirlər. Amma mənim üçün yəni ola bilər kimsə bunu normal qəbul etməyəcək. Qurbanovun bildirdiyi fikir bir çoxlarının fikrindən üstündür. Çünki bu Azərbaycan futboluna bugünkü gündə inkişaf xəttini, yolunu, necə olmalıdır, nə etməlidir, hamısını eləyəcək, biləcək bugünkü gündə yeganə insan. Valla mən əmin dəsəl deyərəm ki, Karvan Yevlaxın stadionu, Yevlax şəhərindəki ot örtüyü Qubaş stadionundakı ot örtüyündən daha bərbad vəziyyətdədir. Əgər çempionat başlayanda ki, vəziyyət ideal deyildi, normal idi. Sonra yağışlar yağdı, qar yağdı, o stadionu o vəziyyətdə zaten orada oynanılmayan vaxtı görüntü olaraq çox yüksək səviyyəli. Hər bir stadiona get bir bax, oynanılmadı. PFL yoxdur da oyunda Affa atıb PFL-in üstünə. Boynunu atıb da problem ki, PFL təftiş edir. PFL nə etməlidir qardaş? PFL gedib baxır axı. Qəbul elədiyi vaxtı baxır ot örtüyünə. Bu PFL orada həftədə 2 dəfə oyun keçirilir. Temboli bu şəraitdə, bu havada həftədə 2 dəfə oyun keçirilir. PFL gəlib ora ot çəkməlidir, oranın üstə zontik tutmalıdır. Bəli, ikinci liqanın oyunlarında fasilədir. İndi 2 aya yaxındır ki, ikinci liqada oyun keçirilmir, ancaq həftədə bir dəfə, 2 həftədən bir oyun keçirilir. Amma yəni məşqlər həyata keçirilir o stadionda. Qubada, ancaq Quba klubu məşq edir orada. Yəni məşqlər də həyata keçirilir. Bəli, amma şey yox, limitli başda keçirilir bütün məşqlər. Yox, bildim də. Yəni elə bir klubun əsas meydançası ki var, orada məşq həyata keçirmək, həftə ərzində məşq həyata keçirmək, o stadionun bərbad vəziyyətə gəlib çıxması deməkdir. Yəni peşəkar bir klubun ehtiyat meydançası olmalıdır. Kasko meydançada məşqini eləməlidir, oyundan oyuna gəlməlidir bura. Adicə məsələn Respublikanskimizi götürür bizim Toğrul Bəhramovda stadion. Orada hər gün məşq eləmirlər ki, oyundan oyuna. Qarabağ Aberdin oyunu var. Qarabağ 1-0 hesabı ilə qalib gəlir həmin oyunda. O oyunda Tofiq Bəhramova baxsan, mən indi bu videonun altına o görüntüləri qoyacağam. Quba stadionundakı vəziyyət Tofiq Bəhramovdakı vəziyyətdən daha yaxşı olub. Yox, onun da bərbad. Konfrans liqasının təsdiqat məclisinin oyunudur. Yox, o Tofiq Bəhramov stadionunda bərbad vəziyyətlər olur. Amma bugünkü gündə məsələn əsas orada bu stadionun adı qoyaq qırağında, yəni bu məqamlardan biridir ki, Qurban orada izah verir ki, biz deyirik ki, inkişaf edirik. Amma biz heç bir şey eləmirik. O nöqtəyə gəlirəm. Bu icra komitəsinin üzvlərindən yeni bir AFFA rəhbərliyi formalaşıb, qardaş. Amma Qurban müəllimin bir çox mesajları var da. Məsəl üçün bundan qabaqki Haski oyunlarda da çox vaxtı məsəl üçün suallar ünvanında Qurban müəllim cavab verir ki, deyir ki, məsəl üçün hansısa bir vacib məsələ ilə bağlı sual olanda deyir ki, yəni biz bunu desək düzələcəkmi? İcra olunacaq? Ora gəlirəm. Qardaş, yeni bir köhnə rəhbərliyi hamı pislədi. Çıxdı getdi. Elxan Məmmədov və Rövnə Qabılıyevin dövründə hamı futbol ictimaiyyəti, jurnalistlər, hamı AFFA-nı yıxıb sərirdi, məhv edirdi. İndi dəyişildi. Yeni bir komanda gəldi. Rövşən Nəcəfin komandası gəldi, belə deyək, AFFA rəhbəri olaraq. Nə dəyişdi? Pullar vaxtında verilmir klublara. Düzdür? Hansı ki, Sokar bağlıdır hal-hazırda Rövşən Nəcəfə. Bu pullar da Sokardan gəlir. Niyə vaxtında verilmir klublara? Təbii ki, Sabahın, Qarabağın, Neftçinin bu pula ehtiyacı yoxdur. Özlərinin xüsusi büdcəsi var. Bəlkə də Zirənin də yoxdur. Amma digər 8 klub, onlar hamısının bu büdcədən maliyyələşirlər də. İmişlisi olsun, bir balaca öz büdcələrinə, öz şirkətlərinə xərcləyirlər də. Kəpəzi olsun, olsun Sumqayıtı, olsun Karvan Yevlağı, Qəbələsi. Bu pullarla. Pulları vaxtında verə bilmirlər. Çempionatda görüntü xatirinə say hesabı ilə və təbii ki, ona görə alqışlayıram. Mən istəyərdim ki, yəni mən buna da razıyam, belə keçirilməyə. Amma burada söz-söhbət yaranırsa, 12 komandalı çempionata razıyam, okey verirəm. Yəni təşəkkür edirəm olar ki, 12 komanda elədilər. Amma bu problemlərin çıxacağını bilib də, sonra sən oturub onu PFL-in üstünə atacaqsansa, bunu eləməmək daha yaxşı idi. Nəinki 10 komanda qalardı. Bir dənə komandanın problemi olardı. Çempion kim olmuşdu? Qəbələ. Tutaq ki də, yəni misal üçün. Qəbələ gələrdi, Qəbələnin heç bir problemi yox idi. Səbaya düşdü, heç bir problemi də olmadı. 12 komandanı sən edirsən, görüntü yaradırsan, hamı sənə alqışlayır ki, hə, sağ ol, Premier Liqada 12 komanda oldu. Amma o gətirdiyin komandaların pis vəziyyətdə olmağına da şərait sən yaradırsan. 12 komanda eləyib,
limiti götürüb bir növ Azərbaycanlı futbolçuları demək olar ki 50-50-yə azaltmağı çempionatda. Mən yəni 12 komanda olub limiti götürməyi mən alqışlamıram. Hə, o da problem var. İndi sabah yeri futbolçularla bağlı problem olacaq. İndi hiss olunmur çünki yəni hələ heç bir il keçməyib bu qərardan. Bir mövsüm görməmişik nətər olub. Yəni bəzi yeri futbolçular var ki, bu qərardan sonra performansını artırıblar. Yəni saya bilərəm də nə qədər oyunçuları dəfələrlə saymışam. Sən 12 komanda edirsən və gəlirsən, deyirsən ki, imişdi belə elədi, Karvan belə elədi. Qardaş, bunların gəlməyinə səbəb sən olmusan da. Sən Araz Naxçıvana şərait yaradırsan ki, qoy oyna şeydə, Dalğa Arenada. Dalğa Arenada birbaşa təkcə Araz Naxçıvandan başqa heç kimə vermirsən. Yəni Libanada nə arena deyək. Gəlmək istəyir kimsə Bakıda oynasın ki, mən oradakı problemi var. İndi İmişli rəhbəri deyir ki, mən başlayıram martda stadion tikməyə. Gələn dedi marta kimi İmişlərdə oynayacaq. Yox, martdan çempionatda avqustda başlayacaq. Martdan avqusta 4 ay vaxt var. Düzdür? Yəni mümkün deyil stadion. 4 aya tam 2200 deyir Kapital Bank kimi bir stadion tikəcəm də, yəni. 2200 tutumlu bir tərəfli. 4 aya mümkün deyil. Keçəcək qışa qədər gedəcək də yəqin. Qışa qədər harda oynayacaq? Gələn mövsüm. Bilmir, indi imişli düşəcək yoxsa yox. Misal üçün deyirik. Harda oynayacaq? Gələn mövsüm üçün də problem yaranır. Deyəcək ki, yaxşı Araz Naxçıvan qalır da Premier Liqada. Gələn mövsüm Araz Naxçıvan harda oynayacaq? Görürsünüz, problem çıxır AFFA rəhbərinə ki, qardaş, ya konkret lisenziya şərtlərinə uyğun olaraq lisenziyaya bax, lisenziyalaşdırma komitəsinin sədri Elçin Məmmədovdur. Düzdür? İndi Elçin Məmmədov kimdir? AFFA-nın baş katibinin birinci müavini. Elçin Məmmədovu indi mən sual verirəm. Elçin Məmmədov, niyə İmişli ilə şəhər lisenziyaya okey vermirsən Karvan Yevlağa? İmişli ilə Karvan Yevlağa Elçin Məmmədov, niyə razı olmusan ki, Premier Liqaya gəlsin? Lisenziya alıblar, 25 maddə var, qardaş, 25 maddədir. 25 maddənin qarşısında məndə o lisenziyanın sənəti var, mən göstərə bilərəm. 25 maddənin qabağında hamısında var, belə bir quş işarəsi var. Yəni ki, hamısı normaldır. Əgər normaldırsa, Karvan Yevlaqla İmişli niyə bu gündədir? Yaxşı, normaldırsa, niyə bax ora gedən İmişlinin öz məşqçisindən tutmuş, İmişli rəhbərindən tutmuş, digər klublarımız da Haskördə oynayır. Heç biri ora normal şəkildə bax o sən dediyin o quş işarəsini qoymur, yəni normal deyil də bura. Yox, Qubaya okey verməyib, onu demirəm. Lisenziya alınması üçün bu komanda lisenziyanın içində stadion da var da. Stadion da var. Əgər lisenziya stadion normal deyildisə, İmişlinin stadion problemi var idisə, Karvan Yevlağın stadion problemi var idisə. Bəs mən onu deyirəm də, yəni sən ora bax bu boyda insan buna normal qəbul eləmir. Stadionu olmayan komanda, ondan sonra harda gəldi oynayan, yəni İmişli ilə Qubanın arasında məsafə olaraq nə qədər var? Daha çoxdur. Yəni Quba, Bakı daha asandır, İmişli, Bakı daha asandır. Aşağı yuxarı 600 kilometrə yaxın məsafə var. Yəni bu bir-birinə heç uyğun olmayan bir komandadır. Yəni başqa yol da yoxdur. Kürdəmirdən getməlidirlər Qəbələyə, Qəbələdən İmişdən gəlmək üçün İmişdən Bakıya, Bakıdan Qubaya. Əgər komandanın Bakıda məşğul, Qubada İmişdə məşğul olsaydı. Yəni bu 600 kilometrə yaxın komandalara bunlara qol çəkəndə, bunlara verəndə, yəni bugünkü gündə bu sən stadionu olmayan komandaya verirsən, digər komandaya Bakıda oynamağa icazə verirsən, buna icazə vermirsən və belə hallar yanaşır və bu boyda insanın narazılığına səbəb olur. AFFA əsasnaməsindəki qərar belədir. Əsasnamədə belədir ki, Premier Liqada, 1-ci liqada, 2-ci liqada, yəni hər klub üçün belədir də, yəni bütün çempionatlar üçündür. Klub Azərbaycan Respublikası daxilində istənilən stadionu lisenziyadan keçmək üçün göstərə bilər. İmişli də həmin vaxtı göstərmişdi. Mən bildiyim qədərilə Ağsu stadionun, mən bildiyim qədərilə indi PFL daha dəqiq bilər və Elçin Məmmədov AFFA lisenziyalaşdırma komitəsinin əvvəlki rəhbəri o daha yaxşı bilər. Mən bildiyim qədərilə Ağsu şəhər stadionu göstərilmişdi. Ona da görə də bu keçilib. Yəni quş işarəsi qoyulub, okey verilib, icazə verilib. Gəlildi Ağsu şəhər stadionunun AFFA-nın balasındadır. Rövnəq Abdullayevin vaxtında 2 dəfə təmir olundu. Sizin vaxtınızda 1 dəfə təmir olunub. 3 dəfə Ağsu şəhər stadionu təmir olunub. Hələm gün üzərinə normal çıxarıla bilmir. Orada problemlər var deyə Ağsuya icazə verilmədi. Bax sən Ağsuya icazə verib bu komandanı Premier Liqaya qəbul eləmisən. Gəlirsən sonra deyirsən ki,
Yox, burada oynaya bilmərsən, burada çəkiliş zonası yoxdur, burada sulama sistemi yoxdur, burada nə bilim jurnalistlər sektoru yoxdur, burada VIP loja yoxdur. Bəs onda niyə icazə verirdin buna? Lisenziya verməzdin də. Bax 5 komandaya keçən il lisenziya verildi. 5 komandaya. Bakı Sporting aşağıdan başla. Difai, Bakı Sporting, İmişli, Karvan Yevlaq, Qəbələ. Qəbələdən başqa Qəbələdən başqa 5-in də stadionda problem var. Sən buna niyə lisenziya vermirsən? Görüntü xatirinə ki, İlk növbədə bax bu sponsorlar gəlir. Onlar əgər yüksək liqaya qalxmaq istərsə, birinci növbədə qarşılarına məqsəd qoymalılar, stadionlar düzəltməlidirlər. Bu gün Qubada, İmişli gedib Qubada, o birisi hərəsi bir yerdə dağınıq şəkildə. Əslində bu İmişlinin komandası İmişli cəmaatı üçündür. Cəmaat bunu görməyəndən sonra bu komanda. Sənə də müraciət ediblər ki, İmişli tərəfi. Gəlin bu stadion problemini almaq məsələsinə bağlı biz bir yerdə nəsə həll edək. Bir yerdə köməkləşək, həll edək. Almaq lazımdırsa mən alım o stadionu, İmişli şəhər stadionunda, yəni Heydər Əliyev adına olan İmişli şəhər stadionu. Almaq lazımdırsa mən alım və mən başdan ayağa təmir edeyim. Bunu ala bilmirsiniz. Bir şirkət sahibidir də, yəni kimdir ki bu adam? Yəni İmişlinin prezidenti sadə bir şirkət sahibidir. Olmasın İmişlinin prezidenti, olsun Kamal Quliyev. Yəni dövlətin balansında olan bir stadionu almaq istəyirəm deyir, yəni alağın. Ala bilmir. Gəlir də deyir, affə deyir ki, mənə kömək elə, yaxşı pul məndən gedir də, mənə kömək elə, mən alım bu stadionu. Affə da ala bilmir. Nə demək lazımdır? İmişli deyir ki, torpaq alacağam İmişlidə. Həm martda klubumu formalaşdırdım, komandam Premier Liqada qalır, belə başa düşürəm aşağı yuxarı. İndi işlərim də qaydasındadır. İndi mən stadion üçün torpaq almışam, alıram və stadion tikəcəm İmişlidə. Buna da ağız burnu nədir? İndi sabahda İmişli rəhbərliyi məsəl üçün tutaq bir 4 ildən, 5 ildən sonra çıxıb getsə, bu stadion şəxsidir, qalacaq özünün. Birisi gündə bir nəfər gələcək, İmişli komandasını götürəcək. İmişlidə bir belə baxırsan ki, qabaq gələcək bir 50 ildə zətdə bir 10 dənə stadion dalbadal tikə gedəcək, amma İmişli komandası hələ də stadion. Dayanıqlı klublar var, düz yerə nöqtəyə vurdum. Dayanıqlı klub formalaşdıra bilmirsənsə, sən AFFA rəhbərliyi olaraq nə iş görürsən? Yəni yalandan çempionat keçib 18 dənə nə bilim qadın futbol komandası yaratsan milli komandalara, bir milli komandaya 3 milli komandaya eyni baş məşqçi gətirirsən ki, yola versin, şeyləsin. Onu da düzəldə bilmirsən. Çempionatda dayanıqlı komanda formalaşdıra bilmirsən. Premier Liqanın çəkilişi pis gündədir. 2 dənə cəmi var, maşınımız var. 2 dənə cəmi var, aparatımız var. Elit yaş qruplarındakı işləyən məşqçilərin bir həyat fəaliyyətindən maraqlana bilmirsən. Onda sən onda olaraq AFFA rəhbəri, sən nə işlə məşğulsan? Başa düşdük. Mən Rövşən Nəcəfi çıxıram. Sokarın rəhbəridir. Dövlət əhəmiyyətli işlər çıxır. Buradan Rövşən Nəcəfi çıxdıq. İndi haqlı və haqsız səbəblərimiz ola da bilər. Buradan Rövşən Nəcəfi çıxdıq. Sərxan Hacıyev, Cahangir Karacullayev, Elçin Məmmədov, Orxan soyadı yadımdan çıxdı, baş katibimin köməkçisidir. Orxan bəy, Qurban Qurbanov, Balakişi Qasımov, Sabahın prezidenti Maqsud müəllim, İcra Komitəsinin üzvləridirlər. Kifayət xanım, səhv eləmirəmsə, Kifayət xanım. AFFA İcra Komitəsinin bütün Elşad Nəsirov. Elşad Nəsirov da həm də Sokarın vitse-prezidenti. Onu da çıxa bilərik də, yəni başa düşdük, o da Sokarda daha çox işlə məşğul olur. AFFA İcra Komitəsinin üzvləri nə işlə məşğul olursunuz? Niyə bu məsələlərə düzgün rəy formalaşdıra bilmirsiniz? Niyə? Ancaq elə atıblar, deyəsən Cahangir Karaculliyevin üstündə bir nəfərdən asılı qalıb. Axı futbol təkcə, onun da futbolla heç bir əlaqəsi yoxdur. Həmin adamın da futbolla heç bir əlaqəsi yoxdur. Bir ili keçib. Aprelin, fevralın 10-u bir ili tamam oldu. Bir il ərzində öyrəndi. İndi görək bir il ərzində nə ayıracaq? Dövlətdən ayrılan pulları bu klublara verəndə bunların qabağına şərtdə qoymaq lazımdır ki, bu pulları biz veririk sizə. Qurban Qurbanov İcra Komitəsinin üzvü olaraq deyir ki, infrastruktura görə bu klublara möhlət verilib. İcra Komitəsinin qərarı o deyil. İcra Komitəsinin üzvü bilə bilmir ki, İcra Komitəsi nə qərar verir. Başa düşsən nə demək istəyirəm? AFFA rəsmi saytında məlumat var. Bax, o pullar, məsələn, tutaq İmişliyə bu 2 milyon yarım, 2,5 verilirsə, bunun qabağında da qərar qoyulmalıdır ki, bax bu dövlətdən sənə ayrılır da bu pul. Bəli. Sən şirkətindən xərcləmirsən, bunu başqa yerdən xərcləmirsən. Sən İmişlidə 50 nəfərlik, 100 nəfərlik bir bazanın tikilişini qarşıdakı 2 il ərzində həyata keçirməlisən. Və bu hər klub öz
rayonunda, hansı ki yaşadıq rayonda bu işləri həyata keçirsə, biz 5 ildən, 4 ildən sonra inkişaf eləməyə başlayacağıq. Növbəti bir problemli məsələ var. Kəpəzin Premyer Liqada çıxışı 4 ildir ki, Kəpəz Premyer Liqada çıxış edir. 4 mövsümdür. Və əvvəlcə başlayıb məşqçi kimi dəyərləndirməyə, məşqçi işlərini dəyərləndirməyə. Yaşar Vahabzadənin rəhbərliyi ilə Premyer Liqaya vəsiqə qazandılar. 10 turda bir xal qazanmışdılar, səhv eləmirəmsə. Sonra Tərlan Əhmədov gəldi. Tərlan Əhmədov komandanı pis, yaxşı Premyer Liqada saxladı. Bəzi futbolçularla problemləri yaşadı. Nə bilim, özünün bildiyinə görə hətta bıçaqlanma teması filan olub. Səsküy ilə Tərlan Əhmədov göndərildi. Gəldi Azər Məmmədov. Gəncəli gəlsin, Gəncəli gəlsin dedilər. Gəldi. Gəncəli baş məşqçi də aşağı yuxarı heç nə edə bilmədi. Komanda düşürdü, axırıncı yer idi. Demək olar ki, Adil Şürovu gətirdilər. Adil Şürov yenə də Premyer Liqada saxladı. Adil Şürovun növbəti mövsümdə Adil Şürov komandanı normal formalaşdıra bilmədiyi üçün yenə düşürdülər. Onu göndərdilər, Azər Bağırovu gətirdilər. Azər Bağırovu gətirdilər, komanda saxladı. Biz düşündük ki, Azər Bağırovun dövründə növbəti mövsüm yaxşı bir komanda formalaşacaq. Heç olmasa 6-lıq, 7-lik üçün oynayacaq bu komanda. Birdən-birə göz yaşları ilə filan sağollaşdı, elədi, ağlaşma oldu, quruldu. Yeni rəhbərlik gəldi, dedi ki, yəqin ki, Azər Bağırovun ətrafında formalaşılacaq, durulacaq. Göndərildi, Adil Şürov gəldi. Adil Şürov yenə komandanı pis yığdı, yenə indi Azər Bağırov gəldi. 4 il ərzində 7 baş məşqçi dəyişikliyi olub. 5 baş məşqçi komandanı idarə edib. Bu bir klub üçün normaldır səncə yoxsa? Yox, normal deyil. Zaten bu 5 baş məşqçi ümumi 7 dəfə əl dəyişib komanda, amma 5 baş məşqçi olub orada. 2 məşqçi bir-birini dəyişib. Ümumən götürəndə hər biri yəni çempionatda qalmağa oynayıb. Yəni biri bunu dəyişib, digəri gəldiyi halda yenə çempionatda qalmağa oynayıb. Həm büdcə baxımından, həm futbolçu keyfiyyəti baxımından həmişə komanda aşağı səviyyədə olub. Amma Gəncə kimi ikinci böyük şəhərə yəni yaraşmayan bir şeydir də. Necə yaraşır? Biz orada Kəpəzi bir başqa cür görürük. O boyda cəmaət gəlir, o boyda insanlar var və bu baş məşqçiləri bir-bir bu qaydada dəyişmək. Baxıram ki, futbolçudan çox orada baş məşqçi dəyişir. Yəni bu qaydada dəyişmək bu heç bir inkişaf yolu deyil. Ola bilər ki, rəhbər şəxslər bilməyə bilərlər. Gələr deyər ki, mən futbolu bilmir də, hansısa bir şirkətim böyüyüb. Amma ondan xahiş yox, tələb eləmək lazımdır. Tələb eləmək lazımdır ki, futbol hansı yöndə inkişaf eləməlidir, necə eləməliyik. Bunun bariz ölkəmizdə nümunələri var. Yəni, onlara gedin, baxın. Burada mən bu insanı xoşlayıram, bu insandan xoşum gəlmir. Bu insan burada mənim yaxınımdır, uzağımdır. Bu qaydada futbol olmur. Yəni, bu çox pis göstəricidir. 4 ilə 7 dəfə baş məşqçi dəyişmək. Zaten burada bir baş məşqçi gələndə ən azından 1-2 il vaxt istəyir ki, komanda formalaşdırsın. Amma burada 4 ilə 7 nəfər heç hərəsinə 5 ay vaxt düşmür, 3 ay vaxt düşmür burada. Bildiyim qədərilə ötən mövsüm Kəpəzin büdcəsində 700.000 manat pul qalıb. 700.000 manat, yəni. Köhnə rəhbərdən. Yox, indiki rəhbərlik ötən mövsümün ortalarından gəldilər axı, idarə etməyə başladılar, rəsmi olaraq açıqlanmadı. Amma 700.000 manat, indi burada İlqar Nadirin də rolu var, təzə rəhbərin də rolu var. Yenə deyirəm, haqqa girmək. 700.000 manat pul qalıb. 2.5 milyon manatdır, 3.2 milyon manat. Kəpəz niyə bu gündədir? Şamaqdan çoxdur ki. Nə qədər transferə pul xərcləyiblər olar? Bəli, indi onları araşdırmaq lazımdır. Kimlərə artıq pul veriblər, Paçya maaş artıb. Artmalıydı bəlkə də, yəni normal başa düşüləndir, amma bu qədərmi artmalıydı. Və araşdırma edirik ki, bu futbolçuların, yeni futbolçuların hamısı da klubun idarəçisi olan, sonradan 2 dəfə istefa verib, bir dəfə təzədən qayıdan Erkin İbrahimovun futbolçularıdır, yeni futbolçuların hamısı. Erkin bəy hal-hazırda burada fəaliyyət göstərir də. Yəni rəsmi olaraq istefa verib. Rəsmi olaraq istefa verilib, amma mən də bildiyim qədər Erkin bəy yəni klubda fəaliyyət göstərir. Əgər fəaliyyət göstəribsə niyə belə açıqlama verir? Yəni mən belə bilirəm. Bu futbolçuların, yəni əcnəbi futbolçuların keyfiyyəti necə bu qədər aşağıdır? Necə olur ki, imişdi, sıfırdan qurulur,
normal keyfiyyətli, heç futbolla birinci liqa səviyyəsindən yuxarı bir əlaqələri olmayıb da, peşəkar bir səviyyələri olmayıb, yəni idarə etmə bilgiləri və səviyyələri olmayıb. Necə olur ki, gəlir Diego Almeida, Ronaldo, Juninho kimi normal futbolçular tapırlar. Kəpəzin futbolçuları, amma sosial şəbəkələrdə də baxırsan, Kəpəz veteranları da daim narazılıqlarını bildirirlər. Yəni o balansı da düzəldə bilmirlər. Son dövrdə ümumiyyətcə veteranlar çıxır orada sosial platforma vasitəsindən öz müraciətlərini bildirirlər. Yəni bu nə qədər çətin məsələdir. Ümumən bu Gəncə şəhərində yəni bir komanda var. Bu komandanın formalaşması üçün veteranı, indikilər, nə bilim bundan sonra gələnlər hamısı bir yumruq olaraq birləşib komanda formalaşdırmağa, yəni ayrı-ayrı nöqtələrə parçalanıblar. Bunun səbəbləri nədir? Nəyə görə belə edirlər? Yəni bu məncə böyük bir çətin məsələ deyil. O veteranları ora toplamaq, onların öyüd nəsihətlərini, onların bir fikirlərini öyrənmək, yəni o qədər də böyük bir problem yaratmamalıdır. Gəncə veteranları, Gəncə futbolu üçün böyük əziyyətlər çəkiblər. Vaxtı ilə Haskot çempionluqları olmuşlar, bax o insanlar qoyublar. O insanları klubdan uzaqlaşdırmaq yox, necə Tovuz bugünkü gün yəni onu gözəl şəkildə həyata keçirir. Siz də bir Gəncə olaraq, Kəpəz olaraq bu insanları bir yerə formalaşdırmaq borcunuzdur. Bax, yeni rəhbərlik gəlib. Hətta rəhbər üzvlərindən biri Amerikadan klubu qeyri-rəsmi olaraq idarə edir. Marketing məsələlərin, mətbuat xidməti məsələlərin filan Amerikada bir xanım nəzarət edir. Belə bir məlumat çıxmışdı saytların birində. Mən iki məqamı çatdıracağam. İkisini də təzəcə almışam bu məlumatı. Birincisi, avtobus Yevlaxdayıq. Avtobus gözümüzün qabağında xarab olub. Kəpəzin avtobusu. Birincisi, bu avtobusu Futbolun İnkişaf Fondu pul yığdı, aldı, nətərsə oldu. Əgər almayıbsa, siz açıqlama verə bilərsiniz ki, Futbolun İnkişaf Fondu almayıb. Amma bizdə Futbolun İnkişaf Fondunun açıqlamasına görə onun vasitəçiliyi ilə pul yığıldı, alındı. Bir ara o həm Tovuzda, həm Gəncədə elə bir tədbir keçirildi. Tovuzda da Futbolun İnkişaf Fondunun vasitəsilə alındı. O vasitəsi ilə yığılan, mən bildiyim qədər, yəni orada da bir hansısa bir summa yığılmışdı. Kiçik bir summa yığılmışdı, amma o pul Ehtiram müəllim şəxsən özü aldı avtobusu. Bəli. İndi Kəpəzdə də ola bilər ki, deyə bilərlər ki, bəlkə idarə heyətinin üzvləri, yəni Futbolun İnkişaf Fondunun yığdığı pulun üstün düzəltdilər, aldılar. İndi deyə bilərlər. Amma biz bildiyimiz qədərlə Futbolun İnkişaf Fondunun vasitəsilə bu avtobus alındı. Və ötən mövzum alınıb. Bu avtobus necə tez xarab oldu və qaldı şeydə. Yevlax stadionunda futbolçuları bindirdilər taksiyə filan, yola saldılar, çıxdılar, getdilər. Heç bilmirik ki, nəzarət edədilər, yoxsa yox. Və xanım həmkarlarım, düz bizim yanımızda zəng edir ki, xanım həmkarımız klubun mətbuat xidmətinin əməkdaşına ki, avtobus burada qalıb. Nə baş verib? Deyir ki, elə bir şey ola bilməz. Gözümüzlə gördüyümüz şey deyir ki, ola bilməz. Allahdır, hər şey ola bilər. Hadisədir, həyatdır, yaşayırıq. Avtobusda problem çıxdı və təmir olundu. Bunu qoyduq kənara. Bu bir il ərzində baş verir ki, avtobusun, yəni o 6-7 nəfər işləyirdi o avtobusun üstündə də, yəni ustalar filan. Yevlax stadionunda motorumu yandı, bir il ərzində motoru niyə yandı, karovkası mı dağıldı, nə baş verdi də, yəni nə qədər yol sürürlər ki, yəni başa düşməm. Bunu qoyduq kənara. Əvvəlcə stadionda 2 dənə meydan var idi, təbii örtüklü. İndi 3 idi əvvəlcə, indi 2 olub. Əvvəlcə 3 stadiona görə aylıq 12.000 manat. İndi isə 2 meydana görə aylıq. Hələm Gəncə şəhər stadion əsas meydanına torpaq, yəni təbii ot səpilməyib. Yəni səpkilər bitib, yəni tam belə nəzarət üçün hazır deyil də. Onu da dövlət edir. Kəpəzin balansında deyil hələ. İndi isə 2 dənə meydana 24.000 manat pul ödənilir aylıq. Bunu da Agrosport şirkəti edir. Agrosport şirkətinin rəhbəri də Fərman Əlzadədir. 12.000 manat hara yoxa çıxır, nə üçün, nə 2 dənə stadion, nə baş verir də orada. Mən yəni bu hardan gətirirlər bunu? Fransadan mı gətirirlər bu ot örtüyü, nə bilim, Amerikadan mı gətirirlər?
necə oldu ki, 3 stadiona aylıq 12.000 manat ödənilir. İndi 2 dənə meydana, yəni əvvəl 2 meydana, 3 meydana 12.000, indi 24.000. 12.000-lik nə artıq iş gördülər. Mənə çox maraqlıdır. Stadionların vəziyyəti nə yerdədir orada hal-hazırki? Düz orada birinci əvəzçilər oynayır, Turan Tovuzun da əvəzçi komandası oynayır bir köməkçi meydançada, yəni oyunlar keçirilir. Amma yəni əvvəllər də keçirilirdi də qardaş. Yəni bu Turan Tovuz da pul ödəyir ha hətta. Hə, əlbəttə. Yəni Turan Tovuz da pul ödəyir ora. Bu nə məsələdir? 12.000-lik bu Fərman Əlizadə nə iş görür, nə edir? Heç olmasa bir öz şirkətinə güzəşt eləmir. Yəni bu şirkət Agrosportun rəhbəri Fərman Əlizadənindir. Agrosport Fərman Əlizadənindir. Bir özünün rəhbər olduğu kluba bir güzəşt eləmir buradan. Bir 5-3 manat güzəşt eləmir. Bu 12.000 ödəniləndə də bu şirkət bunu bəli, indi hal-hazırda. Agrosportun rəhbəri Fərman Əlizadədir. Yəni bu şirkətin rəhbəri Fərman Əlizadədir. Görmüşük ki, şirkət, yəni kluba idarəçi gələn bir şirkət rəhbəri kluba pul xərcləyir öz cibindən də. Yəni amma indi deyəsən tərsinə olur da. Yəni klubdan öz cibinə pul xərcləyir bu adam. Öz şirkətinə pul xərcləyir. Yəni valla nə bilim, yəni af bankını yığırıq ki, klubların sayını niyə artırmırsan, niyə 8 dənə klub idi, başımızı qatırdıq, pis idi. Yəni amma bir çempionatın bir balansı var idi, bir sonra 10 elədik, Kəpəzlə Turan Tovuz gəldi. İki eyni bölgənin şəhəridir. Qərb bölgəsinin 2 dənə böyük şəhəri, Tovuz və Gəncə. Gəncə ölkənin böyük şəhəridir. Tovuzda bir biznesmen tapıldı, gəldi, komanda üçün pul xərcləyir, Bakıda baza tikir, orada baza tikir. Gəlmişik Gəncəyə, deyirik ki, Gəncədə milyonçular çoxdur, biznesmenlər çoxdur. Fərman Əlizadə deyir ki, mən Gəncəliyəm. Gəncə veteranlarına müsahibə vermişdi. Gəncə veteranları deyir ki, Gəncə futboluna niyə Gəncəli rəhbəri eləmir? O da bildirdi ki, mən Gəncəliyəm. Mənim əslim köküm Gəncəlidir. Bu Gəncəlidirsə, yəni Gəncə futbolu bu günə qalıb, çox maraqlıdır. Yəni vallahi mən başa düşmürəm. Yəni bunu hesabatlara, indi dövlətin puludur da o 2.5 milyon. O hesabatda yəqin ki, AFFA rəhbəri soruşacaq ki, sən niyə 3 meydana əvvəllər 12.000 pul ayrılırdı aylıq, indi niyə 24.000-dir? Yəqin ki, bu məsələlərə Elçin Məmmədov nəzarət edir, Lisenziyalaşdırma Komitəsinin əvvəlki sədri. İndi də mən bildiyim qədərilə başqa bir sədr var, amma yəni o kurasiyaya, o məsələlərə Elçin Məmmədov nəzarət edir. Yəqin ki, soruşar hesabatlarda. Maliyyə hesabatı olacaq da bu il ilə bağlı. Görək orada stadionun xərcinə nə qədər xərclənir. Əgər bizim bir səhv bir məlumatımız varsa, klubdan bunu dəqiqləşdirəndə bilirəm ki, yəni deyirlər ki, bu məsələ ilə bağlı konfidensialdır, bunlarla bağlı bir açıqlama verə bilmərik. Ona görə də bu məsələni klubdan dəqiqləşmək istəmirəm. Klub hər hansısa bir etiraz varsa, şəxsən mənim özümə etirazını bildirib və biz də həm saytımız vasitəsilə, həm kanalımız vasitəsilə etirazı istəsələr, gələn həftə qonaq da ola bilərlər, fərqi yoxdur, nə vasitəsilə gələ bilərlər. Bu fikirləri açıqlaya bilərlər. Çox deyirik ki, düzələcək. Gəncə futbolu Azərbaycan futbolunun Məkkəsi adlanırdı, Gəncə şəhəri. Mən ən çox düzəlməyini istədiyim yerlərdən biri də oldu. Gəncə futboludur. Bu Neftçinin əsasında bu göstərdiyi performans mənə ürəyimi açır. Kəpəzdir. Yəni bunlar hamısı tarixi klublarımızdır. Bunların düzəlməyi, bunların inkişaf eləməyi, Alıcı məsələn, bax götürür Xəzər Lənkəranı, Gəncəni, Tovuzu. Bu insanlar, hansı ki, futbol üçün az olan insanlardır, futbolu necə sevən insanlar, stadionun işlərini, iş yerlərini buraxıb gəlib futbola baxan insanlardır. Bu insanlarımız bugün Gəncə kimi bir yerdə, o cürlə stadion tikilib, o formada komanda olmamalıdır. Ora gedən komanda titrəməlidir, bilməlidir ara gedir. Amma bugün rəqib Gəncə düşəndə cəmaət fikirləşir ki, 3 xalım var. Bu formada komanda saxlamaq, yəni ümumən Gəncəlilərə, ümumən o Gəncəyə yaraşmır. Bugünkü mövzumuz da belə başa çatdı. Təşəkkür edirəm ki, vaxt ayırdın, gəldin. Bizə ayrılan vaxt bu qədər. Sağ olun, sağ olun. Sağ olun.